Böyük ehtimal bu görüntüləri siz də görmüsünüz. Cristiano Ronaldo'ya dünən bu geyim təqdim olunub. Bu barədə qısa məlumat vermək istəyirəm. Dünən Əl-Nəsir və Əl-Həzm klubları arasında Səudiyyə liqasında oyun keçirilib. Bu oyunda Əl-Nəsir klubu 4-0 hesabı ilə qələbə qazanıb. Bu 4 qoldan ikisini Cristiano Ronaldo vurub, yəni dublə imza atıb. 1000 qol hədəfinə yavaş-yavaş yaxınlaşır. Adam qarşısına hədəf qoyub və inamla ona doğru irəliləyir. Oyundan sonra xüsusi Ərəb Şərq milli geyimi ona təqdim olunub. Bişt adlanır bu əba. Mənası nə deməkdir? Onu istəyirəm sizinlə paylaşım. Bu yerli ənənəvi geyimi geyindirməklə, yəni bişti ona geyindirməklə mesaj ötürülüb ki, sən artıq bu mədəniyyətin bir hissəsisən. Sənə kifayət qədər hörmət və rəğbət var, yəni sən bizdən birisən deməkdir. Cristiano Ronaldo öz davranışları ilə, uğurları ilə bu şərəfə nail ola bilib. Tələsməyin. Təbii ki, indi bir çoxları dərhal qaçacaqlar kommentləri yazmağa, ay nə bilim belə elə. Bildirmək istəyirəm ki, bəli, Messi də bu bişti geyinib Qətərdə 2022-ci ildə dünya çempionu olandan sonra Argentina finalda ona da eyni mənada hörmət və ehtiram simvolu olaraq bu bişt təqdim olunub. Hansı daha dəyərlidir? Dünya çempionu olub bu bişti geyinmək, yoxsa illərlə əziyyət çəkib, nailiyyətlər əldə edib, yaxşı nəticələrə imza atıb, bu mədəniyyətin içində yoğrulub, bu hörməti qazanmaq?